hansı say sistemində verilmişdir? Hər bir bəndi ilk növbədə analiz edək. Bizə birinci bənddə 2 vur 2 bərabərdir 11 olduğu göstərilib. Şərtə əsasən bilirik ki, bizə sol tərəf onluq say sistemində göstərilir, digər tərəf isə hər hansı bir say sistemində göstərilir və biz bunu bilmirik. İndi isə gəlin belə bir gediş edək. 2-ni 2-yə vurduqda onluq say sistemində cavabı 4 tapırıq. Bərabərdir 11 hər hansı bir x say sistemində. Buradan nömrələnmə metodundan istifadə edərək belə yaza bilərik. 0, 1. İndi isə yazaq. 1 vurulsun x üstü 1 üstəgəl 1 vurulsun x üstü 0. Bu hissə bizə cavabı 1 göstərir. 1 vurulsun x üstü 1 x üstəgəl 1 bərabərdir 4-ə, x bərabərdir 3-ə. Deməli, bizim ilk bəndimizə uyğun gələn y, yəni 3-dür. İndi isə ikinci bəndi analiz edək. İkinci bənddə göstərilib. 12 üstəgəl 24 bərabərdir 100-ə. Yenidən birinci bənddə olduğu qaydanı tətbiq edirik. Bizə sol hissənin onluq say sistemində, digər hissənin isə hansı say sistemində olduğunu göstərməyiblər. 12 üstəgəl 24 bizə onluq say sistemində 36 cavabını göstərir. 36 bərabərdir 100 hər hansı bir x say sistemində. Yenidən nömrələmə metodundan istifadə edirik. Yəni 0, 1, 2. Digər videolardan da bildiyimiz kimi 0 bizə hesablamalarda heç bir qiymət geri qaytarmır. Ona görə də yazırıq. 36 bərabərdir x-in kvadratına. Burada cavab müsbət mənfi alına bilər. Lakin say sistemləri mənfi olmadığından mənfi 6 kökü kənar kökdür. Burada x 6-ya bərabərdir. İkinciyə isə uyğun gələn bənd D bəndidir. İndi isə üçüncü bəndlə tanış olaq. Üçüncü bənddə bizə göstərilib. 3 üstəgəl 4 bərabərdir 7 və 3 vur 4 bərabərdir 13. Birinci hissədə heç bir problem yoxdur. Çünki birinci hissədə bütün say sistemlərində eyni cavab alınır. Bizə əsas ikinci hissədir. 3-ü 4-ə vurduqda onluq say sistemində 12 cavabını tapırıq. 12 bərabərdir 13 indeksində x. Buradan isə x-in 9-luq say sistemində olduğunu tapırıq. Yəni 9-luq say sistemi B bəndi. 1, Y, 2, D, 3, B.